Keçmişdəki o hadisələri o biz yaşamasaq və təcrübə əldə etməsək və irəlilədikcə artıq o qapılar o bizim üzümüzdən bağlanacaq və bizdə o nə xoşbəxt ola biləcəyik, nə də uğur əldə edəcəyik. Salam əziz izləyicilər. Bu videoda sizlərlə keçmişimizdən qurtulmaq, keçmişdən bir dərs alaraq, eee, gələcəyimizə irəli baxmaq, irəliləmək, uğur əldə etmək bu mövzularında müzakirə aparmaq istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, sizlər əgər videolarımı izləyirsinizsə, bəyənirsinizsə və kanalıma abunə deyilsinizsə, abunə olmağınızı və videoları bəyənməyinizi və rəylərdə öz fikirlərinizi ifadə etmək sizdən xahiş edirəm. Keçmiş o bizlərin o bəzən arxamızda o sürüdüyümüz o ağır zəncirlər o kimi olur. Bizlər o keçmişdə yaşadığımız o bəzi o travmalar, bəzi hadisələr, bu bizim o dost ətrafımızdan da ola bilər, sevgi həyatımızdan da ola bilər və ya bizim yaşadığımız ailə mühitindən də ola bilər ki, ümumiyyətlə o keçmişdə yaşadığımız, demək o müxtəlif o növ hadisələrin o bizlərin emosional o zehnində yaratdığı o travmatik, demək ki, bu qalıntılar ki olur, bunlar o bizi o demək həyatda o davam etməyə o da həyatda irəliləməyə, uğurumuzu, daha sadə əldə etməyə o mane olur. Çünki, bunlar o zehnimizdə o qaldıqca, bunlar fikrimizi o məşğul etdikcə, o bizim o demək ki, o zehnimizdən, o beynimizdən, vücudumuzdan bu düşüncələr o qarşı enerjilər sərf olunur. Çünki hər şey enerji, frekanslarıdırsa, hər şey enerji o sahələrindən o təşkil olunursa, təbii ki, o keçmiş o düşüncələr, o keçmiş narahatçılıqlar, peşmançılıqlar da bizdən o müəyyən bir enerji o sərf edir və o sizə o bildirim ki, o keçmişin o travmatik o qalıqlarının, zehnimizdə o qalaraq o bizdən o götürdüyü, bizdən aldığı, bizdən işlətdiyi o enerji ki, o var, o çox o yüksək bir enerji o miqdardır. Çünki nifrət hissinin, o travma hissinin, o kədər hissinin o saxtası heç vaxt olmur. Sevginin, məhəbbətin, o gözəlliyin saxtası ola bilir, ancaq demək o neqativ hisslərin heç vaxt saxtası olmur. Ona görə də keçmişin o bu ağır zəncirlərindən o demək bizlər əgər bu qurtulmasaq, o demək həyatımızı daha doğrusu həyatımızdan onları o çıxartmaq, o bacarmasaq, ən azından fikrimizdə, yaddaşımız o bir ucunda onları saxlayaraq, onlara artıq enerji o verməyi, saxlamağı o belə bacarsaq, bu bizim həyatımızda o yüksək miqdarda enerji o miqdarının sərbəst o qalması, o beləcə də həmin enerji o miqdarının o bizlərin uğurumuza, həyatımızdakı xoşbəxtliyi o verməyimizə o səbəbiyyət yaradacaqdır və bunun üçün o bizlər nə etməliyik? Bu video o sizlərlə əsas o keçmişdən o qurtulmaq üçün o necə bir o düşüncə o tərzində olmağımızı izah etmək istəyirəm. Əvvəlcə onu o bilmək lazımdır ki, o keçmişdəki o yaşadığımız hadisələr istər sevgi sahəsində, istər ailə sahəsində, istər o dost ətrafında və ya o fərqli bir tip sahələrdə olar ki, bizlərin o keçmişdə yaşadığımız o travmatik hadisələr ki, o var, o bütün o neqativ hadisələr, bütün yanlış insanlarla o bizlərin o qarşılaşması, o bütün yanlış insanlara həyatımıza o salmağımız və gerisində daha doğrusu o sonrasında o travmanı o bizlərin alması, o yalnız o bir səbəbə o görə o vardır ki, o bizlər o dərsi o götürə bilək. Müəyyən bir o dərs almağımız o yanlış insanlar həyatımıza o daxil olur və o bizdən o yanlış insanlar o müəyyən bir o zaman o çərçivəsində o bizlə əlaqədə olur və bizdən uzaqlaşdıqda artıq o travma o bizdə o qalır. Ancaq o travmanın bizdən o getməsi üçün o travmanın o bizdə o qalmaması üçün o bizlər o dərsi o dərk etməliyik. Ondan alacağımız o dərsi almalıyıq ki, o travma da o bizdə artıq qalmasın. Əgər o dərsimizi o bizlər almamışıqsa, öyrənməli olduğumuz o hadisəni o bizlər öyrənməmişiksə, o demək ki, o gedən insan qədər o bizə hansı ki, o travma o yaşatdı, o keçmişimizə o bir o qalıntı yaratdı həmin insan o tipində o müxtəlif insanlar da həyatımıza o daxil olacaq, həyatımıza o çıxacaq və həmin o qalıq o kimi daha da o qalıqlarımız artacaq.
Biz də o dərsimizi öyrəndikdə, o dərsimizi aldıqda, artıq o zehni olaraq, o düşüncəsel olaraq inkişaf etdikdə, o hadisədən bizdə o götürməli olduğumuz, qəbul etdikdə artıq həmin o tipli insan həyatımıza o daxil olmur. O çünki artıq o bizdə o dərsi almışıq, o dərsi öyrənmişik. Daha da inkişaf edirik, o daha da o zehinsel olaraq o təkmilləşir. O və təbii ki, o bir daha həmin o tipli insanlara özümüz o şərait o yaratmırıq ki, həyatımız o daxil olsunlar. Və bu həyatda bizim yaşadığımız hər bir o şey bizim həyat, o təcrübəmizi o demək artırmaq üçün, həyat o təcrübəmizi o demək yüksəltmək üçün o mövcuddur. Ki o sizlər o dostluqdan, o sevgilidən, o müəyyən bir o dərsinizi aldınız, artıq o tip hadisədən o sizlər qarşılaşmadınız. Və belə olduqda o sizlər o keçmişə o görə, o yaşadığınız olaylara o görə o təəssüflənməyinizi sonlandırırsınız. O çünki o dərsinizi almısınız. O bizlərin o keçmişi bir şey unutmamaq lazımdır ki, keçmişdə yaşadıqlarımız indiki xarakterimizi o formalaşdırır. O və keçmişdəki o dərslərimiz də o həmin hadisələrin yaşanmağı üçün varlar. O çünki həmin hadisələr o dövrdə, o keçmişimizdə əgər yaşanmasaydı, bizə o dərsləri oradan almayacaqdı. O və həmin o dərsləri də almadıqda artıq o bizlər indiki o dönəmdə, həyat o yolunda o yarımçıq irəliləyəcək. Əgər o tam irəliləmək istəyiriksə, o keçmiş açıq olmalıyıq. Orada yaşadıqlarımız, o travma, o bir zəncir o kimi o deyil də, o bir o dərs olaraq, o bir imtahan olaraq, o bir təkmilləşmə olaraq anlamalıyıq. Aldığımız o zərbə, o nə qədər yüksək belə olsa, o bizlər o daha da o sevinməliyik ki, o dərsimizi aldıq. O yüksək bir o travmaya o rəğmən o dərsimizi, almalı olduğumuz imtahanı o qəbul etdik və zehni olaraq inkişaf etdik. O çünki həyatın da o məqsədi o məhz o budur. Əgər siz həyatda uğur, xoşbəxtlik arzu edirsinizsə, həyat o sizə imtahanlar o daxil edər, o sizin o təcrübənizi xoşbəxtlik və uğur üçün artırmalıdır. Belə olmasa o sizdə xoşbəxtliyin və ya uğurun o qədrini, o dəyərini heç zaman o bilməzsiniz. Və qaldı ki, o o deyək ki, o dostdan, o sevgilidən və o digər tərəfdən aldığımız o zərbələrdən o dərsimizi aldıq və həmin hadisələri unutduq ki, yəni artıq anladıq həqiqəti. Bəs o keçmiş ailəmizdən indi o bəzi insanlar ailələrindən də zərbələr alırlar, o travma yaşayırlar. Bəs onlar nəyə o görədir? O çünki ailəmizi ki, o biz seçmirik. O da sizin o təcrübənizin artması üçündür. Ola bilər ki, o sizin yaxşı bir ata, yaxşı bir ana olmağınız üçün həmin hadisələri sizin ailənizdə yaşadığınız o travmalar yaşamısınız ki, o dərsinizi aldıqdan o sonra o sizlər öz-özünüzü o dərk etmisiniz ki, o valideynlik elə olmur, o belə olur. Və öz-özünüzdə o bir valideynlik simvolu yaratmısınız, valideynlik aksioması yaratmısınız. O və düzgün valideyn ola bilmək üçün əlinizdən gələn hər şeyi etmisiniz. Demək istədiyim ondan ibarətdir ki, sizlər demək valideynlərinizdən o belə, o keçmiş ailəvinizdən o belə, yəni o keçmiş o deməyim, yəni o yaşadığınız ailəvinizdən o belə zərbələr alsaz, travmalar alsaz, o məyus olmaq, o neqativə yüklənmək yerinə o dərsinizi o sizlər alaraq o düzgün o valideyn stereotiplərini özünüzə hazırlamalısınız. O çünki həmin hadisələr, həmin o travmalar yaşamağınızda səbəbiyyət ondan ibarətdir ki, o valideynlik o duyğusu o sizlər o dərk edəsiniz. Bu həyat o bizim formalaşmağımız, o bizim o dərk etməyimiz üçün o vardır ki, o dərk etmək yaşamaqla mümkündür. O sizlər nə qədər o kitab da oxusanız, nə qədər araşdırma da etsəniz, o nə qədər o həmin hadisələr yaşamış, həmin o təcrübələr, o malik insanlardan sözlər, mülahizələr də eşitsəniz, həmin hadisəni, həmin olayları, həmin o təcrübəni siz özünüz əgər yaşamasanız, tam olaraq həmin o mövzunu o dərk etmiş olmayacaqsınız. Ona görə də keçmişimizdə olan neqativliklər, keçmişimizdə olan demək o travmaları o dərs öyrənmə imtahanları olaraq o qəbul etməli. Həmin o travmalarda o dərslərimizi
o demək o qəbul edərək, onlara arxamızda olan zəncirlər olaraq o deyil, qarşımızda olan açılan o pərdələr, qarşımızda o bizləri o yolumuz, o davam etməyimiz açılan o qapılar olaraq onları fikirləşməli. Çünki o keçmişdəki o hadisələr o biz yaşamasaq və təcrübə əldə etməsək və irəlilədikcə artıq o qapılar o bizim üzümüzdən bağlanacaq və bizlər o nə xoşbəxt ola biləcəyik, nə də uğur əldə əgər düzgün bir xarakter, o düzgün bir xüsusiyyətə, düzgün bir stereotipə malik olmaq istəyirsinizsə, o keçmişdən o dərslərinizi o qəbul edərək, o keçmiş o travmaları, o demək ki, özünüzün arxasında o zəncirlər etmək əvəzinə o qarşınızdakı o qapılar, o timsalı fikirləşməlisiniz. O qapıları hər bir o qapının açarı o sizin əldə etdiyiniz o bir təcrübədir. O keçmişdə yaşadığımız hər bir o travmadan öyrəndiyimiz o dərsimiz, o bizim irəli həyatımızda olan hər bir o qapının, o daxil olacağımız hər bir o qapının o bir açarıdır. Əziz-əziz, videonun sonuna yaxınlaşırıq. Ümidvaram ki, bu video sizlərlə demək ki, o mühüm bir o məsələləri sizlərə izah edə, o sizlərə açıqlaya bildim. Əgər videonu o bəyəndinizsə, o bəyənməyi, o kanalıma abunə olmağı və rəylərdə öz fikirlərinizi o bölüşməyi unutmayın.